Hər birinizi xoş gördük. Mühafizə, yanğın, siqnalizasiya, elektromonitörü təlimin ikinci hissəsində biz sizlə birinci hissədə ümumi elektrik dövrələri, sabit və dəyişən cərəyan olmaqla elektrik dövrə komponentləri və onların sxemlərinə, sxema texnikasına və quraşdırılması üçün lazım olan sxem oxumaq qaydalarına nəzər yetirdik. Bu günlər indiki halda isə sırf sabit cərəyan dövrəsində sxemlərin oxunması və oradakı konfigurasiyaları nəzərə yetirəcəyik. Bunu həyata keçirmək üçün biz sizlə şərt işarələri az-çox müəyyən etmişik. İndi zəif cərəyan dövrələrin özünün sxematexnik xüsusiyyətlərinə baxırıq. Bunu baxan zaman ilk öncə dövrələri biz iki qrupa ayıracağıq. Açıq dövrələr, bir də qapalı tərtibli dövrələr. İlk öncə baxacağımız dövrələr açıq xətli dövrələrdir. Biz burada ən sadə halda iki açardan istifadə edərək siqnalizasiya dövrəsinin işə salınmasına fikir verəcəyik. İlk öncə açıq dövrə üzərində başlayacaq sxemi oxuyan zaman dövrənin sol tərəfindən biz faza və neytral xətti görürük. Faza xəttimizə bir dənə 6 amperlik qoruyucu qoşmuşuq mühafizə məqsədi ilə. Əgər qısa qapanma baş verərsə, bu sıradan çıxacaq 6 amperlikdir. Deməli, transformatorun giriş dolağına qoşulub. Sonra transformatorumuz görürük alçalcı tip transformatordur. 220 voltdan deməli neçə almışıq? 12 volt almışıq və biz bilirik ki, bayaqları demişdik ki, zəif gərginlikli dövrələrdə, zəif cərəyan dövrələrində 12-24 volt gərginliyimiz olmaqdadır. Bu açıq dövrələrin xüsusiyyəti ondan ibarətdir ki, giriş dövrəsində neytral və faza xəttini çəkirik və transformatorun çıxışında yalnız bizə lazım olan nəyə çəkirik? Faza xəttini götürürük. Yəni, bizim line, bu el xəttimizi, müsbət xəttimizi götürürük. Buna faza xətti və ellə hazırlayaq. Açıq dövrə sxemlərinin qapalıdan birinci fərqi ondan ibarətdir ki, biz burada elementlərimizin konkret mövqeyini bilirik. Elektrik qoşulma əlaqələrini bilirik. Faza xətti hara gələcək, onun çıxışı nəyə veriləcək, biz onu oxuya bilirik. 2 dənə düyməm var, 2 dənə butonum var, 2 dənə açarım var. 2 açarın köməyi ilə mən bir dənə siqnalizasiya dövrəsini işə qoşmaq istəyirəm. Gətirirəm, transformatorun birinci dolağını verirəm nəyə? Butona. Yəni, açar birinci mövqeyli açara. Mən istəyirəm ki, açarın hansısa biri sıxılanda nə olsun? Siqnalizasiya işə düşsün. Onda burada dövrəmi necə qoşmalıyım? Bayaqları dövrələrin qoşulma üsulunda baxdıq. Yox. Ardıcıl qoşulanda hər iki açar qapanmalı idi ki, çıxışda bir siqnal yaransın. Deməli, bəli, dövrəmi kommutasiya şərtində paralel qoşmalıyam. Hər hansısa bir açar sıxılan halda, ya buton 1, ya buton 2 qoşulan halda, deməli, zəng dövrəmiz işə qoşulsun. Deməli, onların hər ikisində faza xəttini birbaşa verəcəm. Çünki bayaqlarda qoşulmada da elə gördük. Gətirirəm, transformatorun birinci çıxışını gətirirəm, bax, buradan qoşuram hər ikisinin buton 1-in girişlərinə. Müsbət əlaqəni təmin edim, sonra birinci açarın ikinci belə də konnektorini gətirirəm, digərinə qoşuram. Dövrəni qapatmaq üçün də ikinci açarın çıxışını gətirib qoşuram nəyə? Siqnalizasiya dövrəmə. Siqnalizasiya dövrəmin ən sonuncusuna gətirirəm, nə ilə əlaqələndirirəm? Neytral xətlə əlaqələndirirəm. Əslində, yoldaşlar, burada bizim qurmaq istədiyimiz dövrənin məntiqi bundan ibarətdir. Bura bir dənə dinamik qoyaq. Burada dəyişəndə, amma mən sabit çəkəcəm. Yəni, məntiqin başa düşmək. Görürsünüz, bu buton 1-im olsun, bu buton 2-im olsun. Açarlardan hər hansısa biri və ya hər ikisi qoşulan halda mənim bu siqnalizasiya qurğumun üzərindən cərəyan keçəcək və o səs siqnallarını yaradır. Səssə səs, işıqlandırmazsa işıqlandırma. Burada zildən söhbət getdiyinə görə siqnalizasiya burada nədir? Səs siqnallarından siqnalizasiyasına söhbət gedir. Görürsünüz, eyni konfigurasiyanı verdik. Buton 1-in birinci açarla ikinci mövqeyə açarımızın hər ikisini faza xəttinə qoşduq. Bax bu. Buna F1 adlandıraq. Sonra onların gətirib ikinci xətlərini qoşduq nəyə? Siqnalizasiyamızın girişinə.
Ən sonrasında dövrə qapansın deyə, bax bunu da F2 adlandırsaq, bunu da gətirdik, mənfiyə qütbə qoşmuş olduq. Və beləliklə mənim dövrəm qapanmış oldu. Bu açıq quruluşlu dövrədə mən nəyi gördüm? Elementlərimin yerləşmə mövqeyini gördüm. Bir də sxemimin mahiyyətini başa düşdüm ki, hansı elementlər bir-birinə əlaqəlidir və mən hansı düyməyə, belə deyək, toxunsaq, mexaniki bir təsir göstərsək, çıxışda nə yaranacaq? Bunu görmüş olduq. İkinci dövrə konfigurasiyam sizin istifadə elədiyiniz qapalı dövrələrdir. Biz açıq dövrələrdən fərqli olaraq burada elementlərin yerləşmə mövqeyləri bizim, yəni o plusun, minusun hara qoşulması bizim üçün çox belə informasiya vermir o barədə. Bizə ən çox burada nə verir? Konfigurasiyalarla bağlı olan xüsusiyyətləri verir. Misal üçün, mən burada nə görürəm? Belə deyək, naqillərin və elementlərin yerləşmə bucaqlarını görürəm və hansı kabellərdən, hansı ölçülü, belə deyək, PVC borulardan istifadə elədiyimi görürəm. Görürəm ki, girişdə 1.5-lik, 1.5 mm-lik, 6 amperlik və qoruyucunun da çıxışında PVC 14, yəni 1.5 deməli, millimetr kvadratda eyni kəsiyinə malik naqildən istifadə edirəm. Artıq burada görürsünüz ki, transformatorun çıxış dolağında, yəni bizim paylanan hissəmizdə, transformatorun çıxışındakı faza xətlərimiz qırıq-qırıq xətlərlə göstərir. Bayaqları həm fazanı götürmüşdük, vermişdik, həm də neytralı götürüb vermişdik. Orada asanlıqla biz bilirdik ki, nəyi hara qoşacaq. Amma burada biz onu görə bilmirik. Yenə də burada verdiyimiz sxem, burada verdiyimiz konfigurasiya nədir? Eyni iki zəngdən, iki düymədən istifadə edərək siqnalizasiya sistemi işə qoşulmasıdır. Görürəm ki, butonlara, yəni açarlara çəkdiyim kabelin eyni kəsinliklə də 0.5 mm-lik. Zəng düyməsinə də verdiyim neçədir? PVC, yəni 14-lük PVC üst örtüyünə malik olan, qoruyucu belə deyək, PVC boruya malik olan bir kabeldir. Eyni kəsiyinə sahəsi onun içərisindəki xətləri neçədir? 0.5 mm kvadratına bərabər götürülməkdədir. Burada biz bu şərti işarəni tanıyırıq. Burada B1-lərim və B2-lərim nədir? Deməli, düymələrdir, çağırış düymələridir. Bəli. Bunlar adına belə ayrı-ayrı göstərilir, amma bunlar açarlar kompleksi, açarlar dəsti formasına da quraşdırılır. Siz bayaqlarınızı atlama edilir. Onlar hamısı bir serial quraşdırılıb, siz ona faza xəttini gətirib verirsiniz, bir-bir. Elə bir, orada belə qoşuluq da. Dəst formasında. Dəst formasına bu formada qoşulur. Siz uyğun faza xəttlərini buradan birləşdirirsiniz. Çıxış xətlərini birləşdirib gətirib verirsiniz nəyə? Bəli, zənginlər. Atlama buna deyirsiniz. Bunları bir-birinə belə birləşdirirsiniz. Və s. belə birləşdirir. Çıxışları da qoşursunuz zəng düyməsinə.